Bulut yaddaşlarını başqa bir sözlə virtual yaddaş kartı da adlandıra bilərik. Bu, üçüncü bir tərəfin təqdim etdiyi, sizin üçün ayırdığı müəyyən virtual bir yaddaş yeridir. İlk öncə bunun müsbət və mənfi tərəfləri haqqında məlumat vermək istəyirəm. Müsbət tərəflərindən biri odur ki, internetə çıxışı olan istənilən qurğudan siz ora yerləşdirdiyiniz faylları əldə edə bilərsiniz. Daxil olub istifadə edə bilərsiniz həmin fayllarınıza və yaxud digər istifadəçilərlə, tanışlarınızla ortaq şəkildə həmin fayllar üzərində hansı əməliyyatlar apara bilərsiniz. Yaddaş qurğularınızda, sərt diskdə, yaddaş kartlarınızda hər hansı bir problem yaranarsa, zədələnərsə, sizin bulut yaddaşınızda olan fayllara heç bir təsir olmaz və oradakı fayllarınız salamat şəkildə qalar, istifadə edə bilərsiniz yenidən. Mənfi tərəflərinə baxdıqda isə bu təhlükəsizliklə bağlıdır. Həmin provayderlər sizin hesabınıza daxil olub oradakı fayllarınızı görə bilərlər və yaxud hər hansı şəbəkə hücumlarına məruz qala bilər sizin fayllarınız. Bunları nəzərə alaraq hər qarşınıza çıxan provayderdən istifadə etməyinizi məsləhət görürəm. Daha çox uzun müddət fəaliyyət göstərən tanınmış şirkətlərdən istifadə etsəz daha yaxşı olar. Bunlardan biri Google Drive-dır. Bunu hər birimiz tanıyırıq. İstəsək, istəməsək belə, əgər Android istifadəçisi isə bizim Google Drive hesabımız mütləq şəkildə var. Siz telefonu aktivləşdirdikdə orada Google hesabı açdıqda avtomatik sizə Google Drive-da 15 GB-a qədər yer verir. Bu 15 GB-a Google fotolar da daxildir. Android cihazlarında olan Google fotoları yəqin ki, bir çoxlarınız istifadə edirsiniz. Həmin Google fotolar sizin telefon kamerası ilə çəkdiyiniz fotoları nüsxələyir və öz yaddaşında saxlayır ki, təhlükəsizlik baxımından onlar itməsin. Cihaz yararsız hala düşsə belə, siz həmin fayllarınızı geri bərpa edə biləsiniz. 2021-ci ilin 1 iyun ayına qədər bu limitsiz idi. Bu 15 GB-dan əlavə idi və limitsiz idi. Nə qədər şəkil çəksəniz də onlar nüsxələnirdi. Amma həmin tarixdən etibarən Google şərtləri dəyişdirdi və artıq fotolar da həmin bu 15 GB-dan hesablanır. Həmin tarixə qədər istifadə elədiyiniz limitsiz nüsxələmə də heç bir dəyişiklik olmur, onlar olduğu kimi qalır. Burada ümumilikdə sizə 5 bulut yaddaş haqqında məlumat verəcəm. Onların 4-ündən uzun müddətdir istifadə edirəm və hər hansı bir problemlə bu günə qədər rastlaşmamışam. Ona görə də sizlərə də bunu məsləhət görürəm. Digər ən çox istifadə elədiyim Megadır. Burada da qeydiyyat tarixini görürsünüz, 2017-ci ildən istifadə edirəm. Sizlərə videoların açıqlanma hissəsində hər hansı bir fayl təqdim edirəmsə, bura yerləşdirib həmin linki sizlə paylaşıram. Bu digərlərinə baxan yerdə daha çox yaddaş verir, 50 GB-a qədər bizə yaddaş verir istifadə eləməyimiz üçün. Ona görə də Mega məncə yaddaş limitinə görə digərlərindən üstündür. Bundan başqa Dropbox var ki, mən bundan da istifadə edirəm hardasa 2014-cü ildən. Bu hal-hazırda ilk qeydiyyatda sizə pulsuz cəmi 2 GB-a qədər yer verir. Bu çox azdır. Ancaq mənim bundan istifadə eləməyimin səbəbi 2014-cü ildə Galaxy S5 seriyası yeni satışa çıxanda mən o cihazı almışdım və o cihazda bir təklif gəlmişdi ki, mən əgər burada qeydiyyatdan keçsəm, aktivləşdirsəm, mənə əlavə yaddaş verəcək və həmin vaxtdan ta indiyənə qədər mənə 10 GB-a qədər yer verir və demək olar ki, onun hamısından istifadə eləmişəm. Növbəti OneDrive gəlir. Bu artıq Windows 11 istifadəçiləri bilir ki, bu Android əməliyyat sistemindəki kimi hesab açmağa artıq məcburidir. Yəni Windows 11-dən istifadə edirsinizsə, mütləq şəkildə sizin Microsoft Outlook hesabınız olmalıdır və həmin hesab altında da siz OneDrive-dan, eləcə də Microsoft Office xidmətlərindən istifadə edə bilirsiniz. Pulsuz sizə 5 GB yaddaş verir. OneDrive və eləcə də indiyə qədər saydığım
digər şirkətlərin ödənişli paketləri mövcuddur. Aylıq və yaxud illik ödənişlərlə. OneDrive-da fərq ondan ibarətdir ki, əgər siz burada bir əlavə yaddaş alırsınızsa, sizin üçün Microsoft Office tətbiqlərindən də istifadə etməyə imkan verir eyni ödənişlə. Daha sonra gələnsə Yandex diskdir. Mən bundan istifadə eləməmişəm. Əgər istifadə eləyənləriniz varsa, şərhlərdə öz fikirlərini bildirə bilər. Bu da ilk qeydiyyatda, səhv eləmirəmsə, 5 GB-a qədər, bəli. 5 GB-a qədər də bu şirkət sizə yaddaş yeri ayırır. Bunların hər birinin Android və iOS versiyaları üçün tətbiqləri də var. Yükləyib rahat bir şəkildə brauzerə girmək məcburiyyətində deyilsiniz. Yükləyib rahat bir şəkildə istifadə edə bilərsiniz. Windows versiyaları da mövcuddur. Mən istifadə edirəm Mega'nın desktop versiyasından, Dropbox-dan və OneDrive-ın kompüter versiyalarından istifadə edirəm. Faylları sinxronizasiya eləmək daha çox rahat olur. Bugünlük bu qədər. Əgər video sizin üçün faydalı oldusa, videonu bəyənib kanalımıza abunə olmağı unutmayın.